Salam, xoş gördük Fərid müəllim. Sağ ol. Fərid müəllim, sizin tibbi marketingizi biraz analiz elədim və sosial mediada qarşıma çıxdı. Çox maraqlı gəldi. Medgaleri kimdir və niyə var? Medgaleri bazarda bəzi boşluqlarmı deyək, ehtiyaclarmı deyək, onların analizindən ortaya çıxmış bir layihə mən adlandırardım. Şirkətin adını da düşünərkən Medgaleri sözünə ona görə gəldik çıxdıq. Bir sahəni özündə ehtiva etmir. Müxtəlif sahələri, tibbi sahələri bir yerə yığmaq və vətəndaşa müxtəlif sahələrdə xidmət göstərə bilək. Sahələr dediyimiz zaman biz şöbələrə bölsək, cərrahiyyə, ortopedik, tibbi ləvazimatlar hansı ki, məsələn, apteklarda satılır, amma əczaçılıq dediyimiz, yəni qeyri-dərman vasitələridir. Bura sarğı bezləri, bandajlar, müxtəlif dərman qutuları olsun, dərman kəsmə, dərman əzmə və s. yəni çox geniş bir çeşid var orada. Həmçinin həssas əhali qrupuna aid olan məhsullar var. Yaşlı əhali qrupu bu ayrıcadır. Biz burada onları iki yerə bölürük. Bu formada baxanda 7-8 kateqoriyaya bölə bilirik. Bizi hər kəs özünə rəqib kimi görə bilir. Amma biz heç kəslə rəqib deyilik. Biz topdan satışa üstünlük verdiyimizə görə bu sadaladığım sahələrdə fəaliyyət göstərən hər kəs bizim üçün partnyor gözündədir və hər kəs ilə əməkdaşlığa açığıq. Yəni uzun sözün qısası, xalq arasında belə bir deyim var. Təpədən dırnağa təminat. Siz həqiqətən də bunu edirsinizmi? Təvazökarlıqdan uzaq olacaq. Yox, o qədər də deyil. Çünki bizim əslində burada 5-6 min çeşidə çıxmaq potensialımız var. Xaricdəki partnyorlarımıza güvənərək bunu deyirəm. Çünki idxal potensialı da yüksəkdir. İstər anbar sisteminin qurulması, istər komanda şəklində işin icra edilməsi. Sadəcə olaraq biz hələ ki 1000 çeşidə qədər məhsulla işləyirik. Amma bundan sonra da çeşidlərimizi əlbəttə ki artıraraq yolumuza davam etməyi planlaşdırırıq. Fərid müəllim, sizin məhsullarınızın qiyməti olduqca münasibdir. Məhsullarınız Çin məhsullarıdır? Xeyr, biz Türkiyə ilə işləyirik. Çin bizim üçün həm çox uzaqdır, həm də etibarlı partnyor tapmaq üçün də biraz çətindir. Çünki məhsulları öncə nümunələr gətirmək lazımdır, ondan sonra artıq sertifikatlaşmalar, keyfiyyətə uyğun olub-olmadığını müəyyən etmək lazımdır. Bu uzun bir zaman tələb edir. Bir məhsulu ən bir 2 aya yaxın gözləmək lazımdır. Buna görə də Türkiyə ilə işləmək bizim üçün rahatdır və güvənilirdir. Çünki oradakı istehsalçıları biz uzun illərdir ki tanıyırıq. Biz bu işlə təkcə Azərbaycanda yox, həm də Türkiyədə məşğuluq. Biz onda deyə bilərik ki, sizin hal-hazırda Azərbaycan bazarında olan digər bu sahə ilə məşğul olan insanlardan əsas fərqiniz keyfiyyətdir. Bizim başqa cür işləmə şansımız yoxdur. İstəsək də bunu edə bilmərik. Biz toptancı olmağı hədəflədiyimizə görə işlədiyimiz və ya gələcəkdə hədəflədiyimiz partnyorlarımız bu məhsulların keyfiyyətindən də, qiymətindən də agahdılar. Ona görə də bizim elə bir şansımız yoxdur ki, hər hansı bir məhsulu daha aşağı keyfiyyətlə və yaxud da ki, fərqli bir tərzdə bazara təqdim edək. Fərid müəllim, mən belə başa düşürəm ki, siz bazara çox samballı bir rəqibsiniz. Bizi rəqib adlandırmayın. Çünki rəqib olmağımız üçün gərək ölkənin yarısını qarşımıza alaq. O baxımdan da biz partnyorluğu üstün tuturuq və hər kəsə də biznes partnyoru kimi görməyə çalışırıq. Fərid müəllim, bir sualım var, yəqin ki, çox gülməlidir, amma yenə də vermək istəyirəm. Ad tapa bilmirdiniz. Niyə Medgaleri? Biz sözün əsl mənasında bir sərgi qurmağa çalışdıq. Bu tibbi marketi təkcə rəflərdən ibarət deyil, həm də bir vətəndaşımız içəri daxil olduğu zaman biri var ehtiyacı olan bir şeyi götürüb getsin. Bir də var ki, bir şeyi rəfdən götürdükdən sonra mağazadan çıxmaq istəməsin. O göz oxşanmasıdır, müxtəlif markaların olmasıdır, müxtəlif sahələri əhatə etməsi insanlar üçün maraqlıdır. Yəqin ki, bilirsiniz, Azərbaycanda hər il keçirilən sərgilər var. Tikinti sərgisi olsun, tibbi sərgi olsun və s. Bunu bizim vətəndaşımız bizim marketdə hər gün yaşaya bilər. Bu ticarət təkcə alıb satmaqdan ibarət deyil. Bizim üçün deyil, hər kəs üçün belədir və bizim partnyorlarımız da məsələ bu fikirdədirlər ki, faydalı olmaq önəmlidir, xidmət göstərmək önəmlidir. Geriyə qalan onun gəliridir falandır. Onun arxasınca özü gəlib bizi tapacaq. Sizə başarılar. Sağ olun.